Hər kəs salam dostlar, mən Ceyhun və kanalıma xoş gəlmisiniz. Dünən bir çoxunuzun bildiyi üzrə 15 mart buraxılış imtahanı keçirildi və mən də burada iştirak etdim 11-ci sinif olduğum üçün. Və bu videoda biz həm mənim necə yazdığımı, həm də 9 mart və 15 mart imtahanının necə olduğunu, necə keçdiyini müzakirə edəcəyik. Əgər siz də imtahana girmişsinizsə, şərhlərdə necə keçdi, necə yazdınız bildirməyi unutmayın. Videoya keçməzdən əvvəl aşağıdan Instagram və TikTok səhifələrini də izləməyi unutmasanız çox sevinərəm. Oralarda çünki daha çox aktivəm. Elə isə keçid eləyək videomuza. Deməli dostlar, ilk olaraq bu kitabçanı göstərmək istəyirəm həqiqətən. İlk olaraq mən bunu açmayacağam, bağlayıram hələ ki, qoyuram bir qırağa. Buraxılışdan bir gün əvvəl danışmaq istəyirəm sizlərə. Buraxılışdan bir gün əvvəl mənim 3 dənə hazırlığım var idi. Azərbaycan dili, riyaziyyat və ingilis dili. Və təxmini hazırlıqlarım saat 6-da bitdi. Bildiyiniz, axşam 6-da bitdi. Necə oldu? Biraz gəlin danışaq. İlk olaraq günün ilk hazırlığı, riyaziyyat hazırlığım başladı. Səhər saat 7-də oyandım və 8-də idi hazırlıq onsuz da. Oyandım, getdik hazırlığa başladıq dərsə təkrarımızı eləməyə. Bütün qaydaları təkrar elədik. İkinci hissəni, birinci hissəni. Birinci hissəni onsuz da bir gün əvvəl təkrar eləmişdik. İkinci hissəyə daha çox üstünlük verdik. Təkrarımızı elədik, hər şey möhtəşəm. Çıxdıq riyaziyyat hazırlığından. Yorğun bir şəkildə getdim Azərbaycan dili hazırlığıma. Və bu arada bunu da deyə bilərəm ki, Azərbaycan dili hazırlığımız son günü idi. Bunun fərqinə vardım yolda gedəndə və biraz kədərləndim kimi bir şey oldu. Hər kəs salam. Deməli, riyaziyyatdan çıxmışam. Gedirəm indi son Azərbaycan dili hazırlığıma. 3 ildir eyni yerə gedib gəlirəm. Və yəni həqiqətən birdən-birə sağollaşmaq, hər yaxşı bir şeyin sonu var deyərlər. Həqiqətən doğrudur. Hər gözəl bir şeyin bir sonu var. Və bu da sonlardan biri deyil. Mən prosto hara gedirəm? Deyəsən azdır. Bura aradır. Hamısını işləmişik, hamısını yazmışıq. Həmçinin Allah zehir açılığı versin. İnşallah çox xəbər alan, yəni çətin deyə bir şey yoxdur, qarışıq düşərlər. Siz o qarışıqlığı çıxdaş eləyir, düzəldir. Oldu, inşallah. Uğurlar hamınıza, sağ-salamat. Bəli, Azərbaycan dil hazırlığımı bitirəndən sonra isə yenə çox belə kədərli, sevincli, qarışıq bir emosiyalarla qayıtdım evə. Azərbaycan dilinə son hazırlığımı bitirdim. Həqiqətən. Ayda çox qəribə istəyir. Heç bir şey. İnşallah yaxşı yazaram, gəlib sağollaşaram müəllimə ilə. Deməli, bir gün əvvəl gəldik ingilis dili hazırlığıma. Ən yaxşı keçən hazırlıqlardan biri bu oldu, ingilis dili hazırlığı. Çünki müəllimə bizim üçün sürpriz eləmişdi, video hazırlamışdı. Həqiqətən çox emosiyalı bir videoydu. Bizim otaqdan müəllimə yazdığımız hədiyyələr olsun, əvvəl ötən illərdən bəri 9-cu sinifdən 11-ci sinifə qədər o hədiyyələr olsun, sonra necə deyim, o otaqda keçirdiyimiz xatirələr və s. kimi nəysə. Çox emosiyaya bağlamırıq, əsas mövzu bu deyil. Müəlliməmiz də dediyim kimi belə bir sürpriz hazırlamışdı və biz bu müddətdə getdik, dərsimizi keçdik, listening elədik. Təxmini yarım saat falan listening elədik və bəlkə də listeningdə kömək olan oldu. Əslində ingiliscəsində sadəcə listeningdən səhvim çıxdı, amma nəysə. Listeningimizi elədik, daha sonra düşdük, aşağı biraz fasilə verdik, qayıtdıq təzədən, çəkilişə başladıq. Çəkiliş necə çəkiliş? Sağollaşma kimi bir çəkiliş, zaten indi qoyacağım videoları. Dediyim kimi, çəkilişimizi də bitirdik, daha sonra düşdük, müəllimə bizi yola saldı, suyumuzu atdıq, qucaqlaşdıq və s. Daha sonra isə çıxdım, getdim. Qohumum var idi mənlə bir yerdə imtahana girəcək olan sabah, yəni bazar günü 15 mart və evdəkilər də elə ki o münasibətlə bizi çölə çıxartmışdılar. Oradan çıxıb onların yanına getdim, biraz gəzdik, dedik, gülük, sonra isə gəldim evə. Evə gəldim, evdə də təbii ki də qohumlar gəlmişdi, biraz danışdıq, dedik, güldük, oyunlar oynadıq və s. Və özümüzdən baş-başa qaldıq daha sonra. Yatmağa çalışdım. Saat təxmini neçədə yatdım mən? 11-də idimi, yoxsa 12-də? 11-12 arası təxmini belə yatmağa çalışdım. Instagram'a reel satıp yattım. Değerli seyirciler, sanırım bir rüya bitiyor, bir film sona eriyor.
Təxmini saat 7-nin yarısı. 7-nin yarısı oyandım. Və oyandım, yəni həqiqətən mən normalda o qədər tez oyanmağı bacara bilən biri deyiləm. Düzdür, oyanmam lazım gələndə oyanıram, ya oyanmalıyam. Yəni başqa çarə olmur, amma normalda elə tez oyanmağı asan bacaran biri deyiləm. Amma bu səfər gözlərimi birdən-birə açdım, oyandım. Heç bir şey olmamış kimi. Oyanan kimi telefona baxdım ki, saat neçədir. Saat gördüm ki, 7-nin yarısıdır hə. Və mən təzədən yatdım. Yatandan sonra durdum saat təxmini 8-də. 8-də durdum da, bəli. 8-də durdum. O dəqiqə duran kimi ingiliscədən lüğət təkrarlamaya başladım. Və əslində o lüğəti təkrarlamama ehtiyac yox imiş. Sözlər indi birazdan müzakirə edəcəyik. Sözlər çox asan düşmüşdü. Heç gözlədiyim kimi çətinlikdə düşməmişdi. 9 martda onları görəndən sonra dedim bizə başqa bir sözlər düşər. İnşallah ki. Və gələk indi əsas hissəyə, imtahana gediş vaxtıma. Deməli, səhər çıxdıq evdən. Mən 212 nömrəli tam orta məktəbə düşmüşdüm. Nərmanovda yerləşir. Elə zəka kurslarından biraz düz gedirsiniz, sola dönürsünüz, o tərəfdəymiş. Gedəndə özümə su aldım mütləq bir şəkildə. Təbii ki də suyu, amma bu hissəsini soymuşdum ki, imtahanda bir problem yaratmasın hər ehtimala qarşı. Və suyu yanımızda oturduğumuz partaya qoyduq. Partanın üstü yox, oturduğumuz partaya qoydum. Ora qoymamı istədilər. Son damlasını da içdim o suyun, nəysə. Uğur gətirmədi, amma nəysə. Bugün bütün əziyyətimiz bitir. En azından bir qismi yarım saata. Həqiqətən çox belə stresli bir andayam bu dəqiqə. İndi gedirəm su almağa imtahan üçün. Oradan sonra da gedirik. Məktəbə baxmamışam, indi baxacağıq. Ümumiyyətlə ki, əvvəlcədən baxmamışıq hardadır, indi alacaq hamısı. Suyumu da aldım. Elə bizim məktəbdən də uşaqlar görürəm bu dəqiqə. Bizim məktəbə gələn uşaqlar. Neyse. Gedirəm, suyumu da aldım, gedirəm dostlar. 9:34 olun, amma mən elə hələ 9 saat 10'du, amma indi yola çıxacağam. Heç şey belə. Arxamca da düşdü. Neyse, sağla da. Solla da filan. Başladıq imtahana biz artıq. İmtahan otağına girən kimi nə oldu onu danışım. İmtahan otağına girmişəm, təsəvvür eləyin. Girdim içəri, getdim oturdum arxada, ən arxaya düşmüşdüm. Sıra 4, yer 3. Və bu mənim düşdüyüm sinif üzrə ən arxaydı, ən arxa partaydı. Ora düşdüm, dediyim kimi getdim və oturdum. Gördüm ki, stol cırıldayır bildiyin. Səs çıxardırdı və mən stolu dəyişdim. Getdim dəyişdim, oturdum təzədən, gördüm yenə cırıldayır. Yanımda bir dənə qaqaş var idi, dedi ki, partanı dəyiş, çünki sənə də problem olacaq, bizə də problem olacaq. Mən dedim, yaxşı da dəyişim, yəni düz deyirdi həqiqətən, özümə də problem olacaqdı. Dəyişdim, yenə cırıldadı. Yenə dəyişdim və yenə cırıldadı. Bütün sinifi təsəvvür edin. Belə gedirəm, gəlirəm, fırlanmışam bütün sinifi bildiyiniz. Amma yaxşı ki, biraz tez getdim ki, başlamamışdan bir təxmini 13 dəqiqə, 15 dəqiqə tez getmişdim mən. Artıq sinifdəydim və biraz öyrəşdim kimi bir şey oldu o ortama. Bizim uşaqlarımız da səmimi idilər, deyib güldük biraz. Təbii ki də imtahan qutarandan sonra, əvvəl yox, sonra biraz güldük və nəzarətçimiz də həqiqətən çox yaxşı bir nəzarətçi idi. Nəzarətçinin özünün də qızı olduğu üçün 9-cu sinif idi, səhv eləmirəmsə, yəni bizim vəziyyətimizi başa düşmüşdü. İmtahan başladı, kitabçanı təsəvvür edin, açıram. Dedim ki, oyda, fiçada partlatdım, çox asan düşüb. O birisi imtahana nəzərən, burada trapesiyanın sahəsini gördüm, dedim, fiço. İlk olaraq açan kimi nəyə baxdım? Bizə vaxt verdilər ki, ilk başlama 2 dəqiqə qalmış, bizə vaxt verdilər. Açın, baxın, görün, çapda səhv var, yoxsa yox. Mən də açan kimi tez burada şeyə baxdım. İngilis dilindən bu suallara baxdım. Açıq suallar, readingin açıq sualları. Çünki mən o suallar üçün bütün nəqli nəzəfi qutarmışdım, bütün lüğətləri qutarmışdım, oxuyub qutarmışdım həqiqətən. Son dəqiqəyə qədər, imtahanda son saatlara qədər. Və gördüm ki, həqiqətən biri improve'dur. Improve'u görən kimi sevindim. Və birinin də motivate or encourage gördüm. Onu dedim ki, yəqin asan da olar. Keçdim onları, o bir səhifələrə. Azərbaycan dili. Bizə bu arada kitabçadan əvvəl kodlaşdırma kağızı vermişdilər və kodlaşdırma kağızında da Azərbaycan dili suallarının biraz da olsa var idi. Mən onları oxumaya başladım. Biraz da anlamaya çalışdım, yəni nədən gedəcək söhbət.
məsələn xalçadan düşmüşdü. Xalça naxışlarından ikinci mətn, birinci mətn isə İsrafil ağa kimi nəsə bu tip bir şey düşmüşdü. O birinci mətn mənim vaxtımı çox dəhşət aldı. İndi orada gələcək. Yəni ilk olaraq ingilis dilindən başlayaq. İngilis dilindən, listeningdən mənim səhvlərim oldu və bu səhvlər biraz ürəkaçan deyil həqiqətən. Mən ümumiyyətlə listeningin adını həmişə səhv yazmışam və imtahanda da səhv yazdım. Listeningin adını səhv yazdım və bir dənə də səhvlərimi demək istəmirəm burada. İngilis dili normal idi. Qrammatikası da məncə rahat idi. Readingi də rahat idi. 9 marta nisbətən readingi rahat idi. İndi gələn əsas məsələ 9 martdan 15 martın ingilis dilini müzakirə eləyək. 9 martın listeningini düzü bilmirəm. Əgər bilsəydim onu müzakirə eləyə bilərdim. Listeningi müzakirə eləmirəm. 9 martda qrammatikasından mənim səhvlərim çıxmışdı və qrammatikası məncə 9 martda biraz daha qəliz deyərdim. Çox cüzi. Amma çox da yox. Yəni yazmaq olardı. Oradan səhvim çıxmışdı mənim. Burada isə rahat idi. Mənə həqiqətən rahat gəldi. Reading də rahat gəldi. Yəni o birisi 9 marta nisbətən readingi də çox rahat idi deyə düşünürəm. Ən azından sözlər orada passion var idi, enthusiasm və s. kimi var idi, witness var idi. O sözləri bilmirdim, düzün demək lazım gəlsə. Hər nəysə, indi isə gələk Azərbaycan dilinə. Mən Azərbaycan dili qrammatikasında çox dəhşət vaxt sərf elədim. Amma kaş qrammatikaya o qədər vaxt sərf eləməyimə dəyərdi. Sadəcə Azərbaycan qrammatikasına yox, ümumiyyətlə Azərbaycan dili çox vaxtım apardı. 1 saat 30 dəqiqəmi, 1 saat 40 dəqiqəmi təxmini vaxtımı apardı mən bildiyiniz. Və ingilis dilində biraz nisbətən 1 saatdan tez yazdığım üçün Azərbaycanla vaxtım qalmışdı. Azərbaycanla eləməyə başladım. Yaxşı ki, ingilis dilini tez yazmışam, yəni rahat olmuşdu ingilis dili yaxşı ki də. Cədvəl suallarını anlamaya çalışıram, amma heç bir şəkildə anlamırdım. 3 sualım qalmışdı. İlk 7 sualı yazdım, çox rahat bir şəkildə yazdım. Elə yazdıqlarımdan 7 sualdan sadəcə biri səhvdir. Qalan 3 sual isə 3 sualdan da 2 səhvdir. İkisi səhvdir. Nəysə, onu da elə yazdım. Bu da belə getdi. O 3 sualdan onsuz da şübhələnirdim. Mətnlər. Ən sevmədiyim hissə bu mətnlər. Bu intiqam alovu mətni bildiyiniz mənim taleyimi dəyişdi. Taleyimlə oynadığı kimi bir şeydir. Həqiqətən zarafat eləmirəm. İntiqam mətni, intiqam alovunu mən neçə dəfə oxumuşam. Baxın, bu mətni mən neçə dəfə oxudum. Təsəvvür edin, oxuyuram İsrafil ağa Mollaoğlu uşağı tayfası. Yəni bu cümlədə çox qəribəlik vardı. İsrafil ağa Mollaoğlu uşağı tayfası nədir axı? Mən onun imtahanı necə anlayayım? O streslə, o partaların cırıldamasını bu arada keçdim mən. Təsəvvür mən oturdum, artıq problemin başını buraxdım. Gördüm ki, başlayanda hamının partası cırıldı. Təsəvvürün hər yerdə cırıldamayan parça yox idi həqiqətən. Bu da bir problem idi. Azərbaycan mətnini neçə dəfə oxudum, neçə dəfə anlamaya çalışdım ki, İsrafil ağa kimdir, Mollaoğlu uşağı və tayfaların adı eyni idi. Tayfaların adı niyə eyni idi? Mən həqiqətən anlamadım orada tayfaları ayırt eləməyə çalışıram. Tayfalar hansı tayfadır, bu hansı tayfadır və s. kimi. İsrafil nəysə də başımı da təzədən qarışdırmaq istəmirəm. Azərbaycan xalçalarında simvollar. Mən normalda hər zaman birinci mətnləri rahat yazmışdım, ikinci mətnlərdə isə nisbətən qəliz yazırdım. Anlamaqda biraz çətinlik çəkirdim. Amma bu səfər tamamilə əksi oldu. Mən birinci mətni çox çətinliklə yazdım, ikinci mətni isə rahat yazdım deyə bilərik. Və bu arada mən ilk olaraq cavablandırma açıq suallardan başlamışdım. Qapalı suallar çox vaxt tapar, amma yenə də eyni vaxtı getdi. Gördüyünüz kimi burada da ikinci mətn var. İkinci mətni də belə bir şəkildə yazdım. Gəlir riyaziyyata. Sizcə kim Azərbaycan mətnlərinə bu qədər vaxt sərf edib riyaziyyata vaxt çatdırmamışdır? Bəli, mən. Həqiqətən, yəni bu riyaziyyat ümumi balıma da çox təsir elədi. Riyaziyyat balıma da çox təsir elədi. Rübriyimə də çox təsir elədi. Çox həqiqətən danışılacaq bir vəziyyət deyil. Riyaziyyatın sadəcə açıqlarından danışmaq istəyirəm. Qapalıları onsuz da yazmışam. Açıqlarına təsəvvür edin, bilirsiniz ki, bir çoxunuzda 79-85 arası suallar çox bal verir. Təxmini 44-50 bal arası bal verir və mən də o sualları oxumağa belə çatdıra bilmədim. Təsəvvür edə bilirsiniz. Nəzarətçi dedi ki, 40 dəqiqə qalıb imtahanın bitməyinə. Və mən bunu eşitdim, bir soyuq tər gəldi, soyuq tər bastı mənə. Dedim ki, necə yəni 40 dəqiqə qalıb?
Başladım ingilis dilindən readingdə suallarım qalıb hələ mənim bu 40 dəqiqə ərzində. Readingdən qapalarının 2 dənə sualım var idi və Azərbaycan dilindən də qrammatikadan suallarım qalmışdı. Onları həll elədim tez bir şəkildə. Sonra keçdim tez riyaziyyata qapalan yazdım. 78-ə kimi yaza bildim. Orada da boşluqlarım oldu, buraxdıqlarım oldu. 79-85 arasını yaza bilmədim deyə və bu mənim ümumi balıma çox pis təsir edir. Nəysə dostlar, belə nəticədə deyə bilərəm ki, çəkdiyimiz əziyyətə, ən azından mənim çəkdiyim əziyyətə dəymədi, heç ürəyimcə olmadı. Ümidvaram ki, hər birimiz üçün yaxşı olar. Bundan sonra da zaten bloka hazırlaşacağıq, bloka yaxşı hazırlaşmalıyıq. Siz necə yazmısınız, şərhlərdə bildirməyi unutmayın. Sağ olun, salamat qalın. Görüşərik.